Salam, xoş gördük Yeni TV'nin dəyərli izləyiciləri. Günün daha bir yayımını təqdim edirik. Bugünkü yayımızda Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı söhbətimizi davam etdirəcəyik. Həm söhbətimiz isə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov. Bəhruz müəllim, xoş gördük sizi, Hər xoş vaxtınız xeyir gəldiniz. olsun. Bəhruz müəllim, bugün müsahibədə qeyd olunan fikirlərlə bağlı əsasən üzərində dayanacağımız mövzu xarici siyasətlə bağlı məsələlər olacaq və həm müsahibəni oxuduqca, həm dünyadakı ümumi gedişatı gördükcə belə bir qənaət hasıl olmağa başlayır ki, sanki Azərbaycanın yürütdüyü xarici siyasət Azərbaycanı bir təhlükəsizlik adasına çevirir və kənarda baş verənlər sanki bizə təsir etmir. Necə qiymətləndirirsiniz? Azərbaycan bax belə bir gərgin situasiyada, dünyadakı ümumi vəziyyətin gərgin olduğu bir situasiyada necə bu qədər sərrast bir xarici siyasət yürüdə bilir və eyni zamanda milli maraqlarını təmin edə bilir? Təşəkkür edirəm. Bilirsiniz ki, möhtərəm prezidentin hər ilin əvvəlində yerli televiziya kanallarının jurnalistləri ilə görüşləri artıq ənənə halını alıb və bu öz növbəsində həm ötən ilin yekunlarını media üçün, Azərbaycan ictimaiyyəti üçün, həm də cənab İlham Əliyevin ritorikasını gözləyən, Azərbaycanın növbəti il hansı prioritetləri müəyyənləşdiyini gözləyən kənar subyektlər üçün bir yol xəritəsinə çevrilir və bu mənada ənənəvi olaraq cənab prezident də istər daxili, istər xarici siyasət məsələləri, istər qarşılaşdığımız problemlər və hədəflədiyimiz prioritetlərlə bağlı kifayət qədər geniş təhlil və açıqlama verdi və bu birmənalı şəkildə gələcək dövrdə ən azı yaxın bir ildə, uzaq perspektivdə isə daha uzun illər ərzində Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etmək, atacaq addımların trayektoriyasını, strategiyasını müəyyən etmək üçün mühüm bir mənbəyə çevrildi. O cümlədən də təbii ki, bu müsahibənin vacib aspektlərindən biri Azərbaycanın xarici siyasət kursu ilə bağlı idi. Dövlət başçımız bu ritorikası ilə əslində tam maraqlı bir yenilik ortaya qoydu. Əgər bir neçə il əvvələ qədər Azərbaycanın xarici siyasət kursunda hədəfimiz, təhlükəsizlik doktrinasında hədəfimiz torpaqlarımızın işğaldan azad olunması, separatizmə son qoyulması idisə, hansı ki buna da hətta ölkə daxilində siyasətçilərin bəziləri belə şübhə ilə yanaşırdılar. Cənab İlham Əliyev artıq o vəzifələri çoxdan həll etdi. Tam yeni bir dövr başlatdı və bu doğrudan dağılasığmaz tarixi inkişaf prosesidir ki, altında sözün əsl mənasında böyük zəhmət, böyük əmək yatır və uzun müddətli hədəfə istiqamətlənmiş qətiyyətli strategiya gətirir. Cənab İlham Əliyev bu məsələni həll etdi. Və yaxud əgər 2 il əvvəl, hətta biz separatizmə son qoyduqdan sonra, suverenliyimizi tam bərqərar etdikdən sonraki dövrlərdə Cənab İlham Əliyevin müsahibəsinə baxsaq, onda belə bizim xarici siyasət kursumuzun prioritetləri indikilərdən qəribə şəkildə fərqlənir. Bugün artıq Azərbaycan kimlərlənsə münasibətləri yoluna qoymağa çalışan, hansısa reallıqları kimlərəsə qəbul etdirməyə çalışan subyekt deyil. Azərbaycanın yaratdığı reallıqlar, hərbi siyasi yoldan, Cənab İlham Əliyevin qətiyyəti ilə yaratdığı reallıqların bugün dünyada qəbul edilməməsi sual deyil. Bugün artıq Cənab İlham Əliyev tamamilə başqa bir vektorda xarici siyasət kursumuz barədə danışır. Məsələn, xarici siyasət kursumuzun siz istiqamətlərinə baxın. Cənab Prezident ilk növbədə Azərbaycanla Çin, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlərə xüsusi diqqət yetirdi. Çin bilirsiniz ki, dünyanın yüksələn gücüdür. Çinin güc və imkanları bugün mübahisə olunmur və eyni zamanda bugün dünyada əsas iqtisadi axınlar, həmçinin iqtisadi kurslar, eyni zamanda da bu iqtisadi prosesləri realizə etmək üçün olan bütün infrastrukturun təməlində Çin amili dayanır. O cümlədən də Azərbaycanın mühüm bir segmentinə çevrildiyi orta dəhlizin təməli təbii ki, Çindir. Azərbaycan-Çin münasibətlərini cənab İlham Əliyev təhlil etdi, qarşıda dayanan vəzifələri təhlil etdi və görünən odur ki, Azərbaycan bu regionda Çinin əsas ticari, siyasi, iqtisadi və nə qədər də maraqlı olsa, həm də hərbi tərəfdaşına çevrilməkdədir. Ki, cənab İlham Əliyev bunun detallarını xüsusi açıqlamağa lüzum bilmədi haqlı olaraq və ortada birgə müdafiə sənayesi istehsalından gedir və s. və ilaxır. Və digər tərəfdən Amerika Birləşmiş Ştatları ilə münasibətlər. Hansı səviyyədən hansı səviyyəyə gəlib çatıb, bu hər kəsin göz önündədir. Yalnız 8 avqust amalında biz dayanmamışıq. Ondan sonraki dövrlərdə artıq strateji işçi qrupları işləyir. Donald Trump'ın birmənalı şəkildə görüşlərində, ritorikasında Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin adı artıq davamlı şəkildə müsbət mənada çəkilməkdədir. Bu isə öz növbəsində digər bir məsələni də gündəmə gətirir ki, Azərbaycan dünyanın iki barışmaz qütbü,
Mən bunu birmənalı şəkildə iki barışmaz qütb hesab edirəm. Çünki Rusiya-Amerika Birləşmiş Ştatları arasında münasibətlər, o soyuq müharibənin əmsalı Çinlə Amerika Birləşmiş Ştatları arasında olan gərginlikdən nəinki çox-çox azdır. Çin bugün Amerika Birləşmiş Ştatları üçün eləcə də qarşılıqlı olaraq bir-birinin kabusuna çevriliblər. Belə bir məqamda iki qüdrətli qütblə paralel olaraq əməkdaşlıq mühitini qoruya bilmək, yeni rakursdan buna baxış müəyyən edə bilmək, həm Çinlə strateji tərəfdaşlığa imza atmaq, eyni zamanda Çinlə strateji tərəfdaşlığı daha da yüksəldib, hər tərəfli strateji tərəfdaşlığa çevirmək, Amerika Birləşmiş Ştatları ilə bu istiqamətdə ayrıca hökumətlərarası komissiyanın formalaşdırılaraq strateji tərəfdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin başlanması və bu istiqamət addımlarının atılması, bu heyrətamiz xarici siyasətdə eyni zamanda ustad dərsi hesab olunmalıdır. Digər tərəfdən Azərbaycan prezidenti ötən dövrün uğurlarından danışarkən Azərbaycanın D8-ə üzvlüyündən, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətindən, burada çox ciddi məsələlər gündəmə gətirildi, danışır. Yəni bir sözlə Azərbaycanın xarici siyasət kursu ötən dövrdə çox vektorluq deməli istiqamətinə sadiq qalınaraq davam etdirilib və tam səmimiyyətlə deyə bilərik ki, Azərbaycan xarici siyasət kursunun qızıl dövrünə qədəm qoyub. Əlbəttə. Mən bir məsələni də qeyd edim sizə. Siz təbii ki, toxundunuz Birləşmiş Ştatlarla münasibətlərdə. Həqiqətən bu Trumpın gəlişi ilə ikinci dəfə hakimiyyətə gəlişi yeni bir mərhələyə qədəm qoyub və eyni zamanda Azərbaycanın yaratdığı yeni reallıqların düşdüyünü nəzərə alsaq, bu əməkdaşlıq kifayət qədər dərinləşməkdə davam edib. Ölkə başçısının vurğuladığı bir məqam var, 9-7 düzəlişi ilə bağlı. Çox maraqlı bir ifadədir, keçmişin qalıqlarından masanın təmizlənməsi məsələsi. Bu prosesin gedişatı həm də bu məsələnin həllinə gətirib çıxara biləcək. Mən düşünürəm ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sonuncu elementlərdən biri budur ki, 9-7 düzəlişin ləğvi. Əslində tamamilə doğru aspektdən məsələyə yanaşırsınız, amma bir məsələdə mən icazənizlə mövzunu davam etdirmək istəyirəm. Əlbəttə, Donald Trumpın Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlişi Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində köklü bir yenilik idi. Amma bir məsələni də unutmayaq. Bəli, biz birmənalı şəkildə Donald Trumpı böyük şəxsiyyət, eyni zamanda Azərbaycan-Amerika münasibətlərində təməllərində dayanan fiqurlardan biri hesab edirik və bunu çox yüksək qiymətləndiririk. Amma Donald Trump çox praqmatik insandır. Donald Trump həm də biznes təfəkkürü ilə məsələlərin idarəçiliyinə yanaşan və kifayət qədər də bunu uğurla tətbiq edən şəxsdir. Nəzərə alaq ki, Donald Trump güclülərlə əməkdaşlığı sevir. Donald Trump zəifləri arxasınca daşımağı sevən adam deyil. Və istər Venezueladakı addımlar, istər İrana münasibətli addımlar, yaxın şərqdəki mövqeyi, Avropa İttifaqı ilə davranışları, yəni heç kim Donald Trump Azərbaycanla dostluq etməyə vadar edə bilməz. Belə bir məqamda deməli bu reallıqların kökündə məhz Donald Trumpın diqqətini çəkən məqam Azərbaycanın gücüdür. Cənab İlham Əliyev öz gücünü separatizmə son qoyub, işğala son qoyub və nəticədə nəzərə alaq ki, işğal hansısa 2-3 milyonluq Ermənistanın törətdiyi işğal deyildi. Arxasında bütövlükdə Avropa İttifaqı dayanırdı. Arxasında Soros dayanırdı. Hansı ki, Soros Amerika Birləşmiş Ştatlarının özünü də işğal etmişdi. O Soros Donald Trumpın özünün sosial media hesablarında sərbəst belə deyək, fikrini ifadə etməyə imkan vermirdi. Belə bir məqamda Azərbaycan bax o qüvvələrə qalib gəlib özünün arzuladığı Cənab İlham Əliyev Azərbaycan xalqının maraqlarının təmin olunduğu status quo-ya nail oldu və Amerika-Azərbaycan münasibətlərinin kökündə ilk növbədə Azərbaycanın ilk növbədə güc əmsalı dayanır. Və əlbəttə belə bir məqamda biz irəli baxırıqsa, bizim münasibətlərimizə xələl gətirən amillərdən təmizlənməliyik. Bu amillər çox idi. Qeyri-hökumət təşkilatları var idi ki, Azərbaycan üzərində kənar qüvvələr, o cümlədən Sorosçular, Blinken-Biden administrasiyası müəyyən təzyiq rıçağı yaratmaq istəyirdilər. Ayrı-ayrı siyasi partiyalar, hansı ki, ünsürlər indi də ikili, üçlü istiqamətlərdə işlərini davam etdirməyə çalışırlar. O cümlədən də ATƏT-in Minsk qrupu var idi, hansı ki, Minsk qrupunun mövcudluğu o demək idi ki, əslində münaqişədə davam eləyir və münaqişənin həlli üçün bu qrup da var. Olmayan münaqişəyə təbii ki, həmin qrupun davamlığına da ehtiyac yox idi. Cənab İlham Əliyev onu da kökündən həll etdi və həmin qalıqlardan biri də 9-7-ci düzəlişdir. 9-7-ci düzəliş AXC Müsavat hakimiyyəti dövründə onların səbatsızlığı, yaratmaz xarici siyasət kursunun məhsullarından eyni zamanda biridir. Biz əlbəttə ki, o qənaətdə deyilik ki, yalnız Azərbaycandan qaynaqlanıb. Azərbaycan sadəcə səbatsız yanaşıb o dövrdə.
Joseph Biden, eyni zamanda onun komandası, senatorlar, demokratlar, erməni lobbisi, bunlar təbii ki, Azərbaycandakı o səbatsız hakimiyyətin mövcudiyyətindən, məsələnin mübahisələndirilməyəcəyinə və o məsələnin dərk edilməyəcəyinə əminliklərini ifadə ediblər və 907-ci düzəliş qəbul olunub. O zaman Türkiyə ilə Ermənistan sərhədləri də açıq idi 1992-ci ilin oktyabrında. O zaman İranla Türkiyə arasında kifayət qədər müsbət ticarət dövriyyəsi var idi. Gürcüstanla, o cümlədən Rusiya ilə Gürcüstan vasitəsilə belə bir məqamda hansısa blokadadan söhbət gedə bilməzdi, amma demokratlar açıq formada sənədə ifadə elədilər ki, Azərbaycan Ermənistanı blokadaya alır. Yəni Azərbaycan faktiki olaraq işğalçı, təcavüzkar bir mövqedə o sənəddə göstərilir. Bu əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının rəsmi mövqeyi idi və indiki halda yüksələn Amerika-Azərbaycan münasibətlərində belə bir mövqeyinin hələ də qorunması bu özlüyündə qəbul edilməzdir. Düzdür, noyabr ayında Donald Trump rəmzi olaraq həmin 907-ci düzəlişi ləğv etdi. Amma bu ləğv yalnız rəmzi məna daşıyır. Çünki Senatın qəbul etdiyi sənədi yalnız Senat özü necə deyirlər, aradan qaldıra bilər. İndiki məqamda Azərbaycan böyük ümidlə gözləyir ki, Amerika Birləşmiş Ştatlarının Senatı həm də aktiv iş aparır. Bu da qeyd etmək lazımdır. Ölkə başı qeyd etdi ki, nümayəndə heyətlərinin ezam olunması ilə bağlı məsələni. Bəli, bilirsiniz, biz əgər strateji tərəfdaşlıq istiqamətində iş aparırıqsa, bu sazişin imzalanmasına çalışırıqsa, təbii ki, bunun bəndlərindən biri mütləq qaydada aramızdakı anlaşmazlıqların aradan qaldırılmasıdır. 907-ci düzəliş rəsmi qüvvədə qala-qala və yaxud prezident tərəfindən il-il onun qüvvədən düşməsi uzadıla-uzadıla biz hansısa formada sağlam əməkdaşlıq mühiti qura bilməyəcəyik. Amerika Birləşmiş Ştatları isə bunu istəmir, Azərbaycan da bunu istəmir. Belə bir məqamda əlbəttə ki, biz ümidlə gözləyirik ki, ən qısa müddətdə senatorlar Amerika Birləşmiş Ştatlarının maraqlarını erməni lobbisinin, Soros lobbisinin maraqlarından daha üstün tutaraq bu addımı real addım atacaqlar və buna ümidlərimiz də açığı çoxdur. Bəzən siz də qeyd etdiniz, bu istiqamətdə, yəni işin davam etdirilməsinə bağlı. Mən digər bir məqama da diqqət yetirmək istəyirəm. Təbii ki, xarici siyasətini danışdıqda bunu mütləq şəkildə qeyd etmək lazım. Zəngəzur dəhlizi ilə bağlı məsələ, ölkə başçısının vurğuladığı məqamlardan biri Zəngəzur dəhlizinə Trampın öz adını verməsi ilə bağlı məsələ. Həm də Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı fikirləri söylədikdə, yəni bu həm də Azərbaycanın xarici siyasətinin istiqamətlərinin daha da genişləndiyi, nüfuzlərinin genişləndiyi anlamına gəlmirmi? Tamamilə doğrudur. Nəzərə alaq ki, Zəngəzur dəhlizi yalnız kommunikasiyaların açılması deyil. Azərbaycan prezidenti sülh təşəbbüsləri irəli sürüb və bu sülh təşəbbüslərinin realizasiyası istiqamətində real addımlar atılıb. Azərbaycanın burada bir neçə dənə beynəlxalq hüququ rəhbər tutmaqla, milli maraqlarımızı rəhbər tutmaqla, eyni zamanda Ermənistanın milli maraqlarına zidd olmayan bir neçə şərt var idi. Bunlardan biri kommunikasiyaların açılması, sərhədlərin delimitasiya, demarkasiyası prosesində Ermənistanın praqmatik davranışı idi. Eyni zamanda təbii ki, digər qarşılıqlı addımlar var ki, hansı ki, bunların hamısı demək olar ki, atılıb və sonuncu məsələ, elə Zəngəzur dəhlizinin Ermənistan tərəfindən artıq tikintisinə başlanması, texniki əsaslandırma işlərinin aparılması, bilirsiniz ki, bəyan olunub ki, 2026-cı ilin ikinci yarısından, yəni seçkilərdən sonra başlanacaq. Düzdür, bu da kifayət qədər gecikmiş bir göstəricidir. Texniki əsaslandırma işləri indi də aparıla bilər. Amma istənilən halda bu, Ermənistanın artıq hərəkətə keçdiyini göstərir və eyni zamanda onu göstərir ki, Azərbaycan sülhə arzuladığı bütün şərtləri özünün istədiyi kimi realizə etməklə nail olmaqdadır. Bu bizim böyük qələbəmizdir. Bu eyni zamanda başa düşən üçün Ermənistan üçün də qələbədir. Bu başa düşən üçün bölgədə hər bir xalq üçün qələbədir ki, əgər Çindən da Böyük Britaniyaya qədər uzanacaq yolda siyasi, iqtisadi maraqların uzlaşacağı nöqtələrdə, layihələrdə, həmin layihələr ətrafında heç vaxt müharibələri baş verməz. Həmin layihələrdə hər bir layihədə payı olan və yaxud marağı olan kəs bu bölgədə sülhün qorunmasında, dayanıqlı əməkdaşlıq mühitinin qorunmasında maraqlı olacaq. Ən azı öz investisiyalarının qorunması məqsədi ilə. Yəni Zəngəzur dəhlizi əslində orta dəhlizin vacib segmenti kimi bu bölgədə sülhün, təhlükəsizliyin qanatlarından biri kimi çıxış edəcək. Və bu konfigurasiyada məhz yenə də Cənab İlham Əliyev öz qətiyyəti ilə, uzaq görən, proqnozlaşdırılmış siyasəti ilə nail olub. Yəni, Cənab İlham Əliyev faktik olaraq Ermənistanın o radikal kəsimini, radikal düşüncəsini tarixin zibilliyinə gömərək bu bölgədə maraqlarının uzlaşdırılmış və qarşılıq şəkildə fayda verən bir konfigurasiyasına nail olub. Yəni, belə söyləyə bilərəm bəzən, iqtisadi maraqları siyasi maraqların önünə keçirməklə buna nail olmaqdadır. Əslində, iqtisadi və siyasi maraqların ayrılması
heç vaxt fayda verməyib. Siyasi maraqlar yalnız siyasi bəyanatlardan ibarət olanda hardasa populizmə gedir, dirənir və bunun da təməlli, sağlam gələcəyi barədə danışmaq biraz sual yaradır. Biraz gəlin təsəvvür edək, Türk-Azərbaycan münasibətləri müsbət mənada bugün dünya üçün nümunədir. Əlbəttə. Analoqsuz. Amma həmin münasibətlərin yalnız mənəvi əsaslara biz söykəsək, nə ilə nəticələnəcək? Xatırlayırsınız, AXC müsavat dövründə türklük, türk dünyası, türk dili və nəticə etibarilə Azərbaycan Türkiyədən 2 helikopter ala bilmədi o zamanki prezident. Yəni, münasibətlər bir mənalı şəkildə siyasi münasibətlərin təməlində həm də iqtisadi zəmin dayanmalıdır. İqtisadi əlaqələr isə bir mənalı şəkildə siyasi iradə ilə tamamlanmalıdır. Bu olmasa münasibətlərin heç bir perspektivi, heç bir gələcəyi ola bilməz. O cümlədən də cənab İlham Əliyev bu konfigurasiyanı çox yaxşı şəkildə bilir və müstəsna şəkildə, mükəmməl formada idarə edə bilir. Belə bir məqamda əlbəttə ki... Həm də kifayət qədər qarışıq və gərgin bir konfigurasiyadır bu. Nəzərə alaq ki, Cənubi Qafqaz İsveçrə deyil, nəzərə alaq ki, Cənubi Qafqaz Amerika Birləşmiş Ştatları deyil, burada maraqlar toqquşur. Bu bölgənin təbii coğrafi mövqeyi dünyanın heç yerində yoxdur. Bu İstanbulla müqayisə oluna bilər, şərqlə qərbin kəsişməsinə görə çox az bölgələrlə müqayisə oluna bilər. Amma təsəvvür eləyin, cənab İlham Əliyev illərlə bizim üçün problemə çevrilən, yad gözlərin bura tikilməsinə, yad qüvvələrin bura can atmasına səbəb olan coğrafi mövqeyi nəhayət ki, bizim dividendimizə çevirə bilib. Biz artıq ondan fayda götürməyə başlamışıq. Bütün dövlətçilik, Azərbaycançılıq tarixində ilk dəfə olaraq bu bölgənin coğrafi mövqeyindən biz fayda götürürük. Və ilk dəfə olaraq təbii sərvətlərimiz artıq bizim üçün faydalı əmsala çevrilə bilib. Kənar qüvvələrin baxış və o müstəmləkə yanaşmalarına yox. Təbii ki, belə olan şəraitdə bir mənalı şəkildə o uzlaşılmış, bayaq ifadə etdiyimiz kimi uzlaşdırılmış maraqlar burada böyük rol oynayır. Yəni, cənab İlham Əliyev artıq hər kəsə yerini göstərib. Hər kəs bilir ki, bu bölgənin sahibi Azərbaycandır. Amma eyni zamanda hər kəs onu da bilir ki, Azərbaycanla diktə dili ilə yox. Bu danışıq heç bir formada realizə oluna bilməz. Diktə dili ilə danışmaq cəhdlərinin hamısı fiaskoya məhkumdur. Və hər kəs də bilir ki, amma eyni zamanda Azərbaycan ümumbəşəri dəyərlərə sadiqdir. Beynəlxalq hüququn tanınmış normalarını rəhbər tutaraq hər kəslə sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır. O cümlədən də bizim qapılarımız bu bölgədə sülhə, sabitliyə xələl gətirməyən bütün ədalətli beynəlxalq subyektlər üçün açıqdır və biz əməkdaşlığa, BMT nizamnaməsində ifadə olunan o dövlətlərin əməkdaşlığı prinsipinə sadiq şəkildə iqtisadi zəmində, siyasi zəmində, digər aspektlərdə əməkdaşlığın dərinləşməsində və bu bölgədə iqtisadi rifahda maraqlıyıq. Və hətta belə deyə bilərik ki, diktəyə cəhd belə olunmur. Son zamanlar mən bunu müşahidə etməkdəyim. Bilməm, bu qənaəti bölüşürsünüz. Müşahidələrinizi tam şəkildə bölüşürəm. Əgər bir vaxtlar Azərbaycan üzərində ciddi rıçaqlardan danışırdıqsa, açıq deyək, separatizm böyük rıçaq idi. Elə bir rıçaqdır ki, həmin rıçaqdan ətrafımızda elə bir dövlət yoxdur ki, ən az istifadəyə cəhd etməsin və yaxud öz əziyyət çəkməsin. Çox dövlətlər var, adlarını da saya bilərik, separatizmdən, oddan qorxan kimi qorxurlar və əziyyət çəkirlər. Azərbaycan prezidenti son 1000 illikdə ilk dəfə separatizm problemini həll edən liderdir. Separatizmdən əziyyət çəkən heç bir dövlət problemini həll edə bilməyib. Digər tərəfdən işğal faktoru var idi. İşğal faktoru üzərimizdə böyük rıçaq idi. Eyni zamanda Azərbaycanın alternativ, bir vaxtlar alternativsiz təbii sərvətlərini yalnız bir yolla ixrac edib, Bakı-Subsa xatırlayırsınız. Artıq alternativlərimiz var. Digər tərəfdən Zəngəzur dəhlizi. Alternativ yollarımız var İran üzərindən. Eyni zamanda artıq tədricən Ermənistan üzərindən bu olacaq, Gürcüstan üzərindən var. Azərbaycan Mərkəzi Asiya münasibətlərinin yeni mərhələyə qədəm qoyması, orada Mərkəzi Asiya Dövlət Başçıları Şurasının, Məşvərət Şurasının tam hüquqlu üzvü olması fonunda Çin üzərindən artıq o qədər alternativlərimiz var. Yəni biz üzərimizdə rıçaqlar əmələ gətirə biləcək situasiyalara son qoymuşuq və bugün ona görə də kimsə nəinki diktə dili ilə danışmağa cəhd etmir. Çünki danışanların hamısı fiaskoya uğrayıb. İstər Fransiya münasibətdə, istər Soros iqtidarına münasibətdə. Bugün Azərbaycan yalnız bərabər hüquqla əməkdaşlıqlara açıqdır və biraz belə deyək, səmimi formada desək, Azərbaycanın özü artıq çox dövlətlər üzərində rıçaqlara sahibdir. Düzdür, biz bu rıçaqları beynəlxalq hüquqa zidd istifadə etməmişik və etmək niyyətində də deyilik. Bizə kiminsə hansısa formada maraqlarımıza toxunmayana qədər. Amma tam səmimiyyətlə deyək, bugün artıq özümüz biz ciddi rıçaq sahibiyik.